Sovet hökumətinin tanınmış simalarından olan Nikita Xruşov öz məşhur nitqində Stalin cinayətləri barədə danışanda zaldan kimsə qışqırır ki, bəs bütün bunları bilirdiniz, niyə susurdunuz? Xruşov nitqini saxlayır, deyir, kim idi o sözü deyən? Zalda sakitlik. Xruşov bir də soruşur, deyir, kim idi o sözü deyən? Yenə zaldan səs çıxmır. Onda Xruşov deyir ki, susursunuz, deməli qorxursunuz. Mən də ona görə susurdum. Bu məsələnin siyasi tərəfini bir kənara qoysaq, gündəlik həyatımızda başqalarına ağıl öyrədəndə mən o vəziyyətdə, o şərtlərdə olsam necə davranardım sualına dürüstcə cavab verə bilirikmi? Yoxsa sözü atıb qaçıb gizlənməklə məşğuluq? Və yaxud 10 milyon azarkeş futbolu izləyir və hamısı bilir qolu necə vurmaq lazımdır. Bircə o meydançada ömrünü futbola həsr etmiş peşəkar oyunculardan başqa. Bunu bir düşünək.